Beybars. Beybars 1223-cü ildə indiki Qazaxstan ərazisində anadan olmuşdu. Qul kimi satılmış Beybars Misirə gətirildi. Ona Qıpçaq qul adı verdilər. Təlim keçmiş Beybars məmlük döyüşçüyə çevrildi. İlk sərkərdədir ki, Monqollara qalib gəlib tarixin axarını dəyişdi. 1260-cı ildə Anjamut döyüşündə o Misir ordusunu Monqollara qarşı savaşa apardı. Məğlub olunmaz sayılanlara qalib gəldi. Bu xəbər Siriyada olan Monqol məmurlarına çatdı. Onlar zəbt etdikləri şəhərləri tərk etməyə başladılar. Beybarsın Monqollarla öz şəxsi hesabı vardı. Uşaq olan zaman Monqollar onun nəslini məhv etmiş, özünü qul kimi satmışdılar. Qələbəsindən sərxoş olan Beybars dövlət çevrilişi edib özünü sultan elan etdi. 1277-ci ildə Beybars vəziri tərəfindən zəhərli kumusla öldürüldü.